Salam, hər vaxtınız xeyir. Yeni mövzumuz bir digər əsas nitq hissəsi olan zərfdir. Zərf nəyi bildirir? Zərf ümumiyyətlə hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsinə deyilir. Ümumiyyətlə biz zərfi axtaranda onu ancaq hərəkətlə bağlayırıq. Çünki belə götürək, tutaq ki, isim idi, sifət idi, sayı idi, əvəzlikdir. Bunların hamısı əşyaya aid olan nitq hissələrdir. Məsələn, isim əşyanın adını bildirirdi, əvəzlik onu əvəz eləyirdi, sifət əlamətini bildirirdi əşyanın, say isə əşyanın miqdarını bildirirdi. Amma artıq zərfdə biz elə deməyəcəyik. Zərfdə deyəcək ki, zərf hərəkətin tərzini, zamanını, yerini və miqdarını bildirir. Qısaca, zərf birbaşa hərəkət adlanan nitq hissəsi ilə bağlıdır. Və zərfin bizdə sualları necə, nə cür, nə zaman, haçan, nə vaxt, hara, haraya, haradan və sair tipli suallardır. Və bütün nitq hissələrində olduğu kimi zərflər quruluşca üç cür olur. Hal-hazırda bu hissəyə toxunmadım, suallarla nümunəni göstərmədim. Çünki məna növlərini izah edəndə qeyd eləyəcəm. Deməli, birinci gəldi bizdə zərfin quruluşca növləri. Bütün nitq hissələrində olduğu kimi zərflər quruluşca üç cür olur: sadə, düzəltmə və mürəkkəb. Sadə o zərflərə deyilir ki, burada bir kök və leksik şəkilçi olur. Deməli, sadə zərflər bir kökdən və yaxud kök və qrammatik şəkilçidən ibarət olur. Yəni, onun tərkibində leksik şəkilçi olmur. Məsələn, baxıram mən, adətən amma onu deyərdim ki, sadə zərflər bir kökdən ibarət olur. Yəni, onun tərkibində nadirən qrammatik şəkilçi ola bilər. Əvvəldir bir kökdən ibarətdir, sonra bir kökdən ibarətdir. Sırağa gün bir kökdən ibarətdir. İnişil bir kökdən ibarətdir. Aşağı bir kökdən ibarətdir. Daim bir kökdən ibarətdir. Qabaq bir kökdən ibarətdir. Deməli, bunların hamısı quruluşca sadədir. Sonra yerdə gəlir düzəltmə zərflər. Düzəltmə zərflər o zərflərdir ki, sözə leksik şəkilçilər artırmaqla düzəlir. Casına, la, ən, yəni, anə, dan, açı, ca, gə və s. Bunların hamısı bizdə düzəltmə zərf düzəldən şəkilçilərdir. Məsələn, nümunələrə baxaq. Dostcasına sözündə dost sözün köküdür, casına zərf düzəldən leksik şəkilçidir. Hərarətlə sözündə və yaxud heyrətlə sözündə heyrət sözün kökü lə leksik şəkilçidir. Sonra, məsələn, qəflətən sözündə qəflət sözün köküdür, ən leksik şəkilçidir. Zarafatyana sözündə zarafat sözün kökü yana leksik şəkilçidir. Astadan sözündə asta sözün kökü dan leksik şəkilçidir. Və ya başqa necə bizdə düzəltmə zərflər yarana bilər? Məsələn, biz bax bu sözlərə, burada qeyd olunan sözlərə, günəş, ay, həftə, il, qış, yay, payız, bahar tipli sözlərə və o əvəzinə da şəkilçisi artıranda zərf əldə edə bilərik. Məsələn, nə demək istəyirəm? Deyirəm ki, yayda bizə gələrsən. Nə edərsən? Gələrsən. Nə vaxt? Yayda. Nə vaxt bizə gələrsən? Yayda bizə gələrsən. Fikir versiniz, yay sözünə da şəkilçisini artırdım və da şəkilçisini artırandan sonra mən zaman məzmunlu zərf yaratdım. Artıq bu burada düzəltmə zərfi hesab olunur. Sonra digər şəkilçilərdə artıq bilirik. Zaten, məsələn, birgə sözünə bir sözün kökü gəl leksik şəkilçidir. Sonra bir də ca şəkilçisini bəzən qarışdırırlar. Tutaq ki, yerinə görə ədat kimi götürürlər, yerinə görə tutaq ki, qoşma kimi götürürlər, zərf düzəldən şəkilçi kimi götürürlər. Bilmək lazımdır ki, hansı ki dillərə qoşulur. Tutaq ki, türkcə və yaxud almanca və yaxud rusca. Bu tipli sözlərin tərkibindəki canın hamısı zərf düzəldən leksik şəkilçi hesab olunur.
Məsələn, sevincək sözündə görəcəksiniz. Bax, sevincək sözündə sev sözünün kökü in leksik şəkilçi, cək leksik şəkilçi hesab olunur və bu burada zərf düzəldən şəkilçidir. Burada müəyyən bir detalları deməliyəm. Məsələn, fikir verirsinizsə, bəzi şəkilçilər amonimlik xarakteri daşıdır. Məsələn, onlardan biri dan şəkilçisidir. Bu dan şəkilçisi yerinə görə çıxışlı hal şəkilçisi ola bilir. Yerinə görə isə zərf düzəldən şəkilçi ola bilir. İndi bunu necə fərqləndirmək lazımdır? Məsələn, mən bura 2 dənə söz yazacağam. Evdən, bir də yazacağam bura məsələn, ucadan sözlərini. Ümumiyyətlə, mən bu dan şəkilçisi ilə bağlı söz yaradıcılığı testlərində də danışmışdım ki, bunun leksik və yaxud qrammatik olduğunu necə fərqləndirmək lazımdır. Bir detalı ətraflıca bilmək lazımdır ki, əgər ki, söhbət belə deyək də, dan şəkilçisinə gedirsə, o yeni söz yaratmırsa, sadəcə çıxış obyekti bildirirsə, o söz orada çıxışlı haldır. Məsələn, evdən sözündə çıxış obyekti bildirir. Çıxış obyekti bildirdiyi üçün evdən çıxdım, çıxış obyekti bildirdiyi üçün mən avtomatik bunu çıxışlı hal şəkilçisi götürürəm. Amma tutaq ki, ucadan sözünə baxıram və evdən sözündə, yəni ümumiyyətlə dandan çıxışlı hal şəkilçisi və ya qrammatik şəkilçi olanda yadda saxlamaq lazımdır ki, elə çıxışlı halın sualına cavab verir. Yəni kimdən, nədən və haradan suallarına cavab verir. Bu detala diqqətlə fikir vermək lazımdır. Növbəti bir nüans da odur ki, ucadan sözündə uca sözün kökü dan leksik şəkilçidir. Niyə? Deyirəm ki, ucadan danışır. Necə danışır? Ucadan danışır. Uca necə uca? Ucadan necə ucadan? Ucadan danışır. Danışmaq feilinə aiddir deyə zərfdir. Plus leksik şəkilçidir. Çünki necə sualına cavab verir bizdə. Bu dediyim qayda bütün amonim şəkilçilər üçün ödəyir. Bu da üçün də belədir. Məsələn, deyirəm ki, yenə evdə. Bir də yazacağam yayda. Bilirik ki, yerinə görə da şəkilçisi həm yerli çal şəkilçisidir, həm də zərf düzəldən şəkilçisidir. Evdə deyəndə evin yəni özünü, daxilini nəzərdə tutur və harda sualına cavab verir. Avtomatik burada isim olur. Amma yayda gələrsən bizə, nə var? Yayda, yay sözün kökü da leksik şəkilçi olur. Çünki zaman məzmunlu yeni söz yaratdım. Növbəti mürəkkəb zərflərlə bağlıdır. Bildiyimiz kimi, yəni ümumiyyətlə mürəkkəb sözü 2 və daha artıq sözün birləşməsindən əmələ gəlir. Və mürəkkəb zərflər bizdə birinci bitişik yazıla bilir. O vaxt bitişik yazılar ki, orada bain sürü istifadə olunur. Məsələn, baxın, an-ban, dal-badal, yan-bayan sözlərində yan sözün kökü babə burada bitişdirici samit hesab olunur. Və yaxud müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gələndə kəlmə və baş sözünün birləşməsindən əmələ gəlib. Və yaxud ara, bir, 2 müxtəlif mənalı sözün birləşməsindən əmələ gəlib. Bayram, sayağı, 2 müxtəlif mənalı sözün birləşməsindən əmələ gəlib. Və belə sözlər hər zaman bitişik yazılır. Növbəti defislə yazılanlardır. Bunlar digər nitq hissələrindən bildiklərimizdir. Bəzi fərqli detallar var. Məsələn, eyni sözün təkrarı ilə yavaş-yavaş bilirik ki, bunlar defislə yazılır. Biri və ya ikisi şəkilçi qəbul edilmiş sözlərin təkrarına. Bax, bu B variantı burada fərqlidir. Bax, bunun qarşısına işarə qoyuram. Bu fərqlidir. Bunu ən axırda deyəcəm. Antonim sözlərin köməyi ilə gec-tez, əvvəl-axır, yaxın mənalı sözlərin köməyi ilə səssiz, səmirsiz, lal dinməz. Tərəflərindən biri arıqda işlənə bilməyən az-maz. Məsələn, az dediyim halda maz deyə bilmərəm. Bax, bu da bizdə fərqlidir. Çü yazılan qayda da bizdə fərqlidir. Mən bunları ayrıca şərh edəcəm. Hələ ki, eyni olanları deyirəm. Baxıb görürəm ki, zaten bitdi bunlar da. Gəlin fərqli olanları deyək. Hər iki tərəfi şəkilçi qəbul eləmiş sözlərin təkrarı ilə yarananlar nə deməkdir? Məsələn, mən yazıram ki, birdən-birə tutaq ki, bağırdı və yaxud birdən-birə qışqırdı. Baxıb görürəm ki, qışqırdı necə birdən-birə. Burada artıq bir sözün köküdür burada və dandan birdən-birə. Dandan qrammatik şəkilçi hesab olunur. Bir sözün köküdür. Yenə AE qrammatik şəkilçi hesab olunur. Biri çıxışlı hal şəkilçisidir, biri isə bizdə yönlü hal şəkilçisidir. Hər iki tərəf şəkilçi qəbul elədiyi üçün bu bizdə artıq avtomatik mürəkkəb
hər iki tərəfi şəkilçi qəbul eləyən mürəkkəb zərf hesab olunur. Digər bir qayda isə bir sayına yönlü kar şəkilçisi artırmaqla düzəlir. Məsələn, mən bura yazıram ki, 1-ə 5. Fikir verirsiniz, bir sözün köküdür, Aə yönlü kar şəkilçisidir. Yəni, bir sayına yönlü kar şəkilçisi artırıram birinci tərəfdə. İkinci tərəfdə isə istənilən müəyyən miqdar sayı gələ bilər. 1-ə 5, 1-ə 10, 1-ə 100 və s. Bunlar sadəcə fərqli olan mürəkkəb zərflər idi. Yerdə qalan nüansların hamısı elə digər nitq hissələri ilə oxşar və yaxud eyniyyət təşkil edir. Növbəti bir qaydamız isə ayrı yazılan zərflərlə bağlıdır. Dilimizdə ayrı yazılan zərflər var. Bunlar da daha çox zaman zərfləri ilə bağlı olur. Məsələn, hər gün, hər an, hər zaman, bugün, bir dəfə. Bunların hamısı bizdə ayrı yazılan zərflər hesab olunur. Yadda saxlamaq lazımdır ki, rəngbərəng, cürbəcür, növbənöv kimi sözlər sifətdir. Rəngarəng, rəngbərəng, cürbəcür, növbənöv bunların hamısı bizdə hesab olunur sifət. Onlar zərf deyil. Növbəti bir qaydamız artıq bizdə zərfin məna növləri ilə bağlıdır. Baxın, birinci gəlir bizdə tərzi hərəkət zərfləri. Tərzi hərəkət zərfləri o zərflərə deyilir ki, onlar hərəkətin tərzini bildirir. Məsələn, deyirəm ki, baxın, bura yazacağam. Səlis danışır. Nə edir? Danışır. Necə danışır? Səlis danışır. Artıq bu burada hərəkətin icra tərzini bildirdi deyə və ən əsası necə, nə cür sualına cavab verdi deyə biz bunu götürürük tərzi hərəkət zərfi. O zaman sizdə sual yarana bilər. Mən bunu əlavə aydın yerdə izah edeyim. Sizə sual yarana bilər ki, bəs necə olur ki, tərzi hərəkət zərfi də necə sualına cavab verir, sifət də necə sualına cavab verir. Deyirəm ki, məsələn, yazıram bura belə. Gözəl qızdır, gözəl qızdır, yazdıq bura. Bir də deyirəm ki, tutaq ki, gözəl danışır. İndi bilirsiniz ki, normalda ümumiyyətlə bu gözəl sözü özü necə sualına cavab verir? Yerinə görə zərf olur, yerinə görə sifət olur. Bunu fərqləndirmək üçün artıq testlərdən də bunu görmüşük. Bilmək lazımdır ki, siz ikinci sözə baxasınız. Əgər ki, əlamət bildirən söz, yəni gözəl sözü ismin qarşısında istifadə olunubsa, bu burada sifət olur. Bax, qızdır sözü isimdir. Kim? Qız. Və yaxud kimdir? Qızdır. İsimdir. İsmin qarşısında istifadə olunub deyə gözəl sözü burada avtomatik sifət olur. Amma deyəndə ki, danışır nə edir? Danışır. Necə danışır? Gözəl danışır. Burada gözəl sözü danışmaq feilini izah elədiyi üçün, hərəkətin qabağında olduğu üçün biz avtomatik bunu götürməliyik. Tərzi hərəkət zərfi. Fərq sadəcə budur. Başqa bir fərq yoxdur. Növbəti bir nüans bizdə deməli zaman zərfləri ilə bağlıdır. Zaman zərfləri isə hərəkətin icra olunduğu zamanı bildirir. Nə vaxt, nə zaman, haçan, nə vaxtda dəqiqlikli suallara cavab verir. Məsələn, deyirəm ki, tutaq ki, yayda, bayaqdan göstərdiyimiz nümunə, yayda gəldi. Nə etdi? Gəldi. Nə vaxt? Yayda. Nə vaxt sualına cavab verib zaman zərfi oldu. Və yaxud deyirəm ki, ara sıra bizə gələr. Nə vaxt bizə gələr? Ara sıra bizə gələr. Tutaq ki, sabah gələrsən. Nə vaxt bizə gələrsən? Sabah gələrsən. İndi bəzi detallar var. Bilmək lazımdır ki, axşam, sabah, səhər, gecə, gündüz. Bu tipli sözlər yerinə görə həm isim, həm də yerinə görə zərf olur. Yerinə görə bunlar isim olur, yerinə görə zərf olur. Bəs bunları necə fərqləndirmək lazımdır? Deyirəm ki, yazıram bura. Axşam düşdü. Bir də qayıdıb deyirəm ki, axşam gələrsən. Nə edərsən? Gələrsən. Nə vaxt? Axşam. Düşdü nə etdi? Düşdü. Nə? Axşam. Fikir versiniz, birində axşam sözü nə sualına cavab verdi? Birində axşam sözü gələrsən, nə vaxt axşam? Nə vaxt sualına cavab verdi?
Birində nə sualına cavab verdi, birində nə vaxt sualına cavab verdi. Əgər zaman məzmunu bildirən söz nə sualına cavab verirsə, isimdir. Əgər zaman bildirən söz nə vaxt sualına cavab verirsə, avtomatik zərfdir. Sadəcə bu şəkildə fərqləndirmək lazımdır. Daha sonra növbəti artıq məna növü zərfin bizdə yer zərfidir. Yer zərfi hərəkətin icrasını bildirir. Baxın, burada yazılanlar 100% yer zərfidir, başqa bir nitq hissəsi olmur. İrəli, geri, ora, bura, bəri, dala, qabağa, sağa, sola, üzü yuxarı, ora, bura. Məsələn, deyirəm ki, tutaq ki, ora, get. Nə get? Haraya? Ora. Və haraya, harada, haradan tipli suallara cavab verir. Növbəti yer zərfi üçün deyəcəyimiz o qədər də geniş bir detal yoxdur. Adından da göründüyü kimi yeri bildirib haraya, harada, haradan sualına cavab verir. Növbəti bir nüans isə miqdar zərfi ilə bağlıdır. Miqdar zərfi də hərəkətin miqdarını, dərəcəsini bildirir. Nə dərəcədə, nə qədər suallarından birinə cavab verir. Deyirəm ki, az, çox, xeyli, tamamilə bunların hamısı miqdar zərfidir. Deyirəm ki, məsələn, yazıram bura, çox danışır. Nə edir? Danışır. Nə qədər danışır? Çox danışır. Artıq bu burada miqdar zərfi oldu bizdə. Eyni zamanda nə qədər sualına cavab verdi. İndi toxunulması olan bir məsələ var. Nədir bu məsələ? Məsələn, deyirəm ki, çox adam gəlmişdi. Çox adam. Bir də deyirəm ki, çox danışır. Aydın məsələdir ki, az, çox, xeyli tipli sözlər yerinə görə həm zərf ola bilər, yerinə görə həm də say ola bilər. Bunu fərqləndirmək üçün yenə özündən sonra gələn sözə fikir vermək lazımdır. Məsələn, adam sözü isimdir və nə sualına cavab verir və danış sözü isə nə etmək sualına cavab verir. Əgər ki, miqdar bildirən söz bizdə ismin qarşısında gəlirsə, yəni isim bildirən sözün qarşısında gəlirsə, bu burada avtomatik say olur. Əgər hərəkət bildirən sözün qarşısında gəlirsə, bu avtomatik bizdə zərf olur. Ümumiyyətlə zərfi bir nitq hissəsi kimi seçə bilmək üçün ancaq hərəkətə baxmaq lazımdır. Çünki zərf ancaq hərəkəti izah edir, ancaq hərəkətə aid olur. Başqa bir nitq hissəsi ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Mən burada zərfin bütün məna növləri, quruluqça növləri, yəni zərf üçün lazım olan hər bir incə detalları qeyd elədim. Bircə detala toxunmadım. Hansı ki, bu 4-cü və 5-ci detallardır. Yəni qoşma və zərfi bir nitq hissəsi kimi ayırmaq detallardır. Amma aydın məsələdir ki, mən qoşmanı keçmədən, köməkçi nitq hissəsini qeyd edib izah vermədən onun fərqini də danışmağım absurd məsələdir. Ona görə köməkçi nitq hissələrindən zərfliyin, yəni zərfin amonimliyini fərqləndirmə məsələsinə artıq köməkçi nitq hissələrinin amonimliyində toxunacağam.